Şirk yalnız bütlərə səcdə etməkdən ibarət deyil. Bu video gündəlik həyatınızda gizlənən 12 növ şirki sizə göstərəcək. Bugün müsəlmanların çoxu bilir ki, şirk ən böyük günahdır. Amma demək olar ki, heç kim hər gün fərqinə varmadan etdiyi gizli növlərini tanımır. Bu videodakı hər bir növ birbaşa Qurandan və səhih hədislərdən götürülüb və hər biri bugün müasir dünyada baş verən bir şeylə əlaqəlidir. Ona görə abunə olun, şərh yazın, bəyənin və bu videonu paylaşın ki, daha çox insana çatsın. Birinci növ. Ziyarətgahlara getmək və ölüləri çağırmaq. Bu Xaliddir. Onun anası aylardır xəstədir. Həkimlərin cavabı yoxdur. Əmisi deyir: "Qardaş, yaxınlıqda bir ziyarətgah var. İnsanlar ora gedir, övliyə kömək edir." Xalid ümidsizdir. O qəbrin yanında dayanıb pıçıldayır: "Zəhmət olmasa anamı sağalt." Qəlbində bir şey hiss edir. Oradan ayrılır və inanır ki, nəsə dəyişəcək. Amma o qəbrin içində heç nə onu eşidə bilməz. Heç nə hərəkət edə bilməz. Orada dəfn olunan şəxs öz hökmünü gözləyir. Xalid kimi, sən və mən kimi. Bu nadir hal deyil. Bugün dünyada milyonlarla müsəlman hələ də ziyarətgahlara gedir, qəbirlərə toxunur və ölüləri çağırır. Onların cavab verəcəyinə inanır. Bu mədəniyyətə o qədər dərin yerləşib ki, insanlar bunu heç sorğulamır. Amma Allah Quranda açıq şəkildə buyurur. Fatir surəsi 35-13. Onu qoyub dua etdiyinizsə, xurma çayədəyinin pərdəsinə belə sahib deyirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm Səhih Buxari 1330-da bizi xəbərdar edib. Qəbirləri ibadət yeri etməyin. Ziyarətgaha gedib ölülərdən nəsə istəmək şirkdirsə, biləyinizdə taxdığınız və ya maşınınızda asdığınız şeylər necə? İkinci növ. Tilsimlər və uğur gətirdiyinə inanılan əşyalar taxmaq. Bu Fatimədir. Onun körpəsi hər gecə ağlayır. Qonşusu deyir: "Onun biləyinə bu qara ipi bağla." Göz dəymədən qoruyur. Fatimə bağlayır. O hiss edir ki, körpəsi artıq təhlükəsizdir. Bu təhlükəsizlik hissi, bu qorunma hissi gizli şirkdir. Bugün milyonlarla müsəlmanın evində mavi göz muncuqları asılıb. Uğur daşları ciblərdədir. Qırmızı iplər biləklərə bağlanır. Həmsa əl işarələri qapılardan asılır və bunlara sahib olanların çoxu eyni şeyi deyir. Sadəcə qorunmaq üçündür. Əslində heç bir mənası yoxdur. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, kim tilsim taxarsa şirk etmiş olar. Çünki bir şey bədəninizdə və ya divarınızda asılı olanda və siz ona görə özünüzü daha təhlükəsiz hiss etdiyiniz anda, etibarınızı sakitcə Allahdan uzaqlaşdırıb, heç bir gücü olmayan bir şeyə yönəltmiş olursunuz. Üçüncü növ. Allahdan başqasına dua etmək. Bu Omardır. Onun ailə həyatı dağılır, işini itirib, özünü tamamilə tək hiss edir. Kimsə ona deyir: "Bu dərgaha get. Ya Əli, ya Hüseyn de. Onlar Allaha yaxındırlar. Səni ona çatdıracaqlar." Omar gedir, ağlayır. Qırıq qəlblə onların adlarını çağırır. Göz yaşları həqiqidir. Ağrısı həqiqidir. Amma çağırdığı onu eşitmir. Bu mədəniyyət mübahisəsi deyil. Bu böyük səhabələrə hörmətsizlik məsələsi deyil. Bu ölümün həqiqətidir. Ruh bu dünyanı tərk etdikdən sonra sənin çağırışını qəbul etmir, cavab vermir. Mesajını Allaha çatdırmır. Allah hətta Peyğəmbərə sallallahu aleyhi və səlləm buyurur ki, desin: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm." Əgər tarixdə yaşamış ən böyük insanın müstəqil gücü yox idisə, bəs başqasının necə ola bilər? Bugün insanlar qəbirlərin yanında səcdədə ağlamalı olduqları kimi ağlayırlar. Məscidə getməli olduqları kimi saatlarla ziyarətgahlara gedirlər. Ünvan dəyişib, amma getməli olduqları qapı heç dəyişməyib. Allah Qafir surəsi 40-60-da buyurur: "Mənə dua edin, sizə cavab verim." Birbaşa, nə növbə var, nə vasitəçi, nə də qəbrə ehtiyac. Dördüncü növ. Astrologiya, büçlər və falçılar. Bu Saradır. Hər səhər telefonunda baxdığı ilk şey bürcüdür. Hələ bismillah deməmiş. Oxuyur. Merkuri retrograddadır. Bugün böyük qərarlar vermə. Onun iş müsahibəsi var, amma buna görə ləğv edir. Hətta kiməsə güvənib güvənməyəcəyinə qərar vermək üçün uyğunluq bürslərinə baxır və deyir ki, onun bütün şəxsiyyəti sadəcə əqrəb olduğu üçündür. Sara tək deyil. CoStar tətbiqi 20 milyondan çox yüklənib. Bürc məhsulları milyard dollarlıq sənayedir və bu auditoriyanın böyük hissəsi özünü müsəlman adlandırır. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Davud 3905-də xəbərdarlıq edib. Kim ulduzlardan, ulduz falından bir elm öyrənərsə, sehirdən bir hissə öyrənmiş olar. Və Səhih Müslim 2230-da buyurub. Kim falçıya gedib ondan bir şey soruşarsa, 40 gün namazı qəbul olunmaz. Sadəcə əyləncə üçün başlayan bir şeyə görə 40 gün namazın getməsi. Çünki bu belə başlayır. Əyləncə, maraq, bir video. Sonra isə qərarların Allahın təqdirinə deyil, ulduzlara görə verilməyə başlayır. Allah Nəml surəsi 27-65-də buyurur: "Göylərdə və yerdə qeybi Allahdan başqa heç kim bilmir." Bu videonun davamını görmək istəyirsinizsə, bəyənin və abunə olun.